Əziz dəyərli yoldaşlar, dəyərli izləyicilər. Bu günlərim sizə buraxılışda necə ingilis dilində 90% yığmağın təşərrüd sxem metodunun izahını verəcəm. Yəni burada əslində spesifik bir üsuldan söhbət getmir, amma gəlin baxaq məsələlərə. Deməli, buraxılışa az müddət qalıb nə edək? Bu sualın cavabını tapmaq lazımdır. Cavabı isə çox rahatdır, sürət qrupları. Yəni əslində bir dəqiqəyə bu məsələləri həll eləmək olar, amma mən öz sürət qruplarım haqqında danışmaq istəyirəm. Arkadaşlar, biz əlaqə məsələsini həll edək ki, əlaqəni necə edə bilərik? Əlaqə, baxın, bu nömrəyə ad soyadınızı yazırsınız, sinifinizi yazırsınız və sürət qruplarına qoşulmaq istədiyinizi bildirirsiniz. Mən sizi qeyd edirəm. Sürət qruplarımızda ilk öncə nələrə diqqət yetirəcəyik? Qrammatikanı full təkrar. İki dəfə full təkrar edəcəyik. Dinləmə. Ən azı, mən sizə belə deyim, ən azı yox, elə hər gün dinləmə göndəriləcək. Dərsdən əlavə. Eyni şəkildə mətin. O da hər gün bir dənə. Mətin hər gün olacaq. Bunlar hər biri bir-bir, yəni bir ədəd olacaq. Amma esselər, bu hələ ki 11-lərdən söhbət gedir, 9-lar tünəli açmıram. Esselər isə günə 3 ədəd esse və mən nə verəcəyim də incədən deyim, yəni sözlər. Söz sınaqları olacaq tez-tez. Əlavə, dərsdən əlavə. Vaxtı nə vaxt olacaq? İlk öncə onu da bildirək. 3 və 6-cı günlər. Saatı hal-hazırda yadımda deyil. Saatdan deyərəm. Kimlər yazsa saatdan deyəcəm onlara. Və nələr edəcəyik? Toplu zaten klasik təkrar edəcək. Toplan seçmə suallar. Keçmiş illərin qəbulları. Sınaq bazalı gedəcəyik. OTK sınaqları. Güvən sınaqları. Əsas gedəcəyimiz məsələ öz sınaqlarım və digər nəşriyyatların olsun və yaxud müəlliflərin olsun sınaqları işləniləcək. Sınaq prioritet olacaq ki, bizim nə yaransın bizdə? Bizdə test bazası yaransın. Yəni biz orada nə öyrənəcəyik? Artıq struktur necə irəliləyir? Strukturun irəliləmə şəklinə baxacağıq. Aydındır mı? Məncə bu da aydın olan bir prosesdir. Və artıq 80 plus 90 plus bizim üçün çox rahat olacaq. Nəyə görə? Bax, bu mətnlər çox çətin tipli olacaq. Məsələ budur ki, çətin olacaq. Və sən artıq çətinə alışacaqsan. Qəbula düşmüş lüğət, qəbula düşmüş sözlərin ibarət lüğət və dərslərimiz yəqin ki 1 saat yarım, yəni 90 dəqiqə, 2 saat arası keçiriləcək. Middə toplaşacağıq inşallah. Bu qədər uşaqlar. Qiyməti isə bizim keçən videoda noyabrın 1-nə qədər qeydiyyatdan keçənlər var. Onlar üçün 25 manat elədik, amma sizlər üçün 30 manat eləyəcəyik. Əsas burada məsələmiz listening, reading, essay. Baxacaq, qrammatika zaten bizim üçün rahatdır. Çünki qrammatika rahat düşür. Başa düşürsünüzmü yoldaşlar? Qorxmayın, eləməyin və inkişaf üçün, təhsil üçün bu qruplara qoşulun. Yəni belə baxanda 30 manatı başqa şeylərə hamımız xərcləyirik. Dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.